Futbol Bizon'la daha heyecanlıdır. Komandaya hem Araz Naxçıvana hem Kepezə hem de Hakimlər komandasına eləcə də Sevinçli Sportun yayım komandası 4-cü komandaya doğurlar. Ümid edək hər zaman olduğu kimi keyfiyyətli yayım ərsiyə gətirə biləcəyik. Araz Naxçıvan maça başlayan tərəf dərhal irəli ötürmə. Coşqun Diniyevdən ötürmə dəqiq deyildi. Top Araz Naxçıvan futbolçularında Ömər Buludov. Ki bir maçdan ibarət olduğu üçün heç bir komanda risk etmək istəmir. Əla gəldi Kəpəz və qapı tiri. Hücum davam edir Raufdan zərbə uzaqdan. Təkrara baxaq, oyundan kənar vəziyyət də yox idi burada. Hər şeyə əla fikirləşmişdi. Qapı tiri Araz Naxçıvanı qoldan xilas edir. Əla hücum idi. Fikir verin. Bəxti gətirdi burada Araz Naxçıvanın. Ən böyük uğuru isə bu klubun yarı final oynamaqdır. Gəlin bu hücumu izləyək. Zərbə Keytadan top qapının üstündən keçir. Dayandırmışdı bu klubun ən böyük uğuru da Azərbaycan Kubok yarışlarında. 5 dəfə 8-də 1 finalda çıxış edib, 2 dəfə cəmi 4-də 1 final aldıya bilib. 2013-2014 və 2024-2025-ci il mövsümündə. Fərid Nəbiyev. Fərid uzaqdan zərbə. Ardıcıl ikinci dəfə dirəklə tirin birləşdiyi nöqtəyə dəydi. Fikir verin. Araz Naxçıvan qapısında ikinci təhlükəli hücum. Fərid Nəbiyev uzaqdan yoxladı. Təhlükəli idi. Oyun sürətlənib, maraqlı oyun izləyirik. Lerdən Kəpəz hesab aça bilərdi. Kristian Avram əl oynadı burada. Kəpəz hücumu davam edir. Şakir Seyidovun zərbəsi top qapının üstündən keçir. Oyundan kənar vəziyyət yox idi. Zərbəni vuran futbolçu oyundan kənar vəziyyətdə deyildi. Səhv görmədimsə yenə ehtiram Şahverdiyev. Fürsətləri var idi bugün ehtiramın. Qaydan topa Şakirin zərbəsi. O da çərçivəyə düşə bilmir. Çevrildi. Araz Naxçıvan hesab aça bilər. Keyta ələn gidib. Coşqun uzaqdan zərbə çərçivəyə düşə bilmir Coşqun Diniyev. Hakimlər sağdan hücuma dəstək gözlədi. Ehtiram Şahverdiyev mərkəzdən gəlir. Ehtiram uzaqdan yoxluyur. Yaxşı fikirləşdi Coşqun. Patrik Andrade və hesab açılır. 48-ci dəqiqədə amma oyundan kənar vəziyyət var. Bayraq havadadır. Coşqun Diniyev. Buradan offside olduğu görünür. Araz Naxçıvan qol vurmağa müvəffəq oldu. Patrik Andrade ilə. Amma oyundan kənar vəziyyət. Vaxtı cərimə meydançasına Adama Fofana. Ötürməsi cərimə meydançasına Luis Paçunun başla zərbəsi Kristian Avram yerində. 2-15 dəqiqəlik əlavə vaxt təyin olunacaq qalibi müəyyən etmək üçün. Və bu siyahıda Neftçi adı yoxdur. Və Araz Naxçıvan hesab açmağa yaxın idi Yusuf İmanov. Yol verdi Kəpəz futbolçuları. Zərbəni vuran isə Şarbol idi. Yoxlar. Çəkinirlər. Və indi burada səhvə yol vermişlər Araz Naxçıvan futbolçuları. Bu da bir qədər əvvəl Araz Naxçıvan futbolçularının kobud səhvi. Az qala onlara baha-başa gələcəkdi. Luis Paçu. Ehtiram Şahverdiyev və ehtiram göndərdi cərimə meydançasına. Zərbə və bu dəfə də qapı direği. Ohori hesab açmağa çox yaxın idi. Əvvəlcə qapı direği, daha sonra Moldovalı qapçı Araz Naxçıvanı qoldan xilas edir. Üçüncü direkti bu. Bu qarşılaşmada üçü də Kəpəz futbolçularından. Luis Paçu. Fofana. Göndərir cərimə meydançasına. Ohori bu dəfə də qeyri dəqiqdir. Bəli, var idi burada offside. İşarə gəldi. Coşqun zərbə və top qapıdan alı keçir. Təhlükəlikdir.
Ama Yusif İmanov topun trajektoriyasını görürdü. Son anda topu meydandan çıktığını görüp əlini çəkdi. Kəpəz hücumu. Və burada Cavid Cəlilov Ohorinin onu aldatmağa cəhd etdiyini düşündü və ona sarı vərəqə göstərir. Biz də təkrara baxırıq. Ömer Buludov. Var burada Ömer Buludov'dan təmas. Son anda bəli, ayağını çəkməyə çalışdı Ömer Buludov, amma ondan uzun ötürmə Machado'ya. Machado və son anda Yusif. Əla fürsəti boşa verirlər. Bu da təkrar. Onanunga çevirdi qapağısına. Şahmar Aşırov yerdə qalıb. Qayda pozuntusu gözləyir burada Kəpəz futbolçuları. Qapıdan zərbə dedi Cavid Cəlilov. Burada təkrar. Ötürmə cərimə meydançasına və az qala Kəpəz hesab açacaqdı, amma təkrar və qayda pozuntusu var burada. Cərimə zərbəsi Bəxtiyar Həsənəlzadə. Burada zərbəni vuran Ohori idi. 104-cü dəqiqəsi ötürmə yoxsa zərbə var. Son toxunuş kimdəndir? Təhlükəli idi. Bu da təkrar. Ohori qapıya zərbə düz Christian Abramın qucağına gəlirdi top. Ötürməsi dəqiq alındı. Onanunga. Kəpəz əks hücuma gedir Ohori ilə. Ohori. Bu dəfə direkdən gedən top çərçivəyə daxil olur. Yenə direyə dəymişdi. Amma Ohorinin bu zərbəsindən sonra top çərçivəni keçdi, amma mənə maraqlıdır orada. Topsuz mövqedə bir epizod var idi oyunun əvvəlində. Baxın burada Onanunga. Yerdə qalan futbolçu var idi orada. Məncə orada qayda pozuntusu yox idi. Ohori topu sağ ayağına çəkir. Yenə qapı dirəyi, amma bu dəfə top qapı xəttini keçir. Buna qədər Kəpəz 90 dəqiqə ərzində 3 dəfə qapı dirəyinə onların zərbəsi tuş gəlmişdi. Ohori vurmadı. Neçə oyun ərzində qol epizodları yaradırdı, amma elə bir oyunda, elə bir məqamda qol vurdu ki, həm də elə bir gözəl qol vurdu ki, bu qolun dəyəri böyük ola bilər Kəpəz üçün. Son 4-5 dəqiqəsi təbii hakim vaxt əlavə edəcək. Uzaqdan zərbə Yusif İmanov. Son saniyələr, son şanslar. Christian Abram dilərə gedib. Məhz o idi diqqət mərkəzi. Qəhrəman ola bilərdi bir anda Christian Abram. Bütün diqqətlər Cavid Cəlilovda. Artıq Cavid Cəlilov hər an final fitini səsləndirməyə hazırdır dediyim anda bu final fiti Kəpəzi 4-1 finala daşıyır. Biz onu Azərbaycan Kubok uğrunda yarışlarda sonuncu 4-1 finalçı Kəpəz oldu əziz tamaşaçılar. Kəpəz Araz Naxçıvanı Ohorinin əlavə vaxtda vurduğu qolla məğlub etməyi bacarır və 4-1 finalda Turan Tovuzun rəqibi olur.